Kur'an bu cümləni, bu kəlami əhl-i cəhənnəmin ağzından nəqli. Əhl-i cəhənnəm deyilər, "Lo kunna nəsma'u o naqil." Əgər bu iki şey bizdə olaydı, iki şeydən biri, ya eşidəydik, ya ağlımızı işə salaydık. Ya qulaq asaydık, ya ağlımızı işə salaydık. Ma kunna əshabəs səhir. O vaxt biz cəhənnəmə düşməzdik. Bizim bu iki cəhənnəmə düşdük, ilahi yaşayanmadık, o kəmal məratiblərində qabağa gedə bilmədik. Çünki həm ağlımızı tətil elədik, həm qulağımızı tətil elədik. Nə qulaqdan istifadə elədik, nə ağlıdan istifadə elədik. Bəs bu sirri ibadatı başa düşmək, sirri ibadatı başa düşmək. Sən tamam dəsturatı ki Allah'tan nazil olubdur, buna xatirdir ki bizi aparan məqamı ubudiyyətə, əbd olay Allah'a. Əbd olay, əbd olay, yəni heç iradə, ixtiyar bizdən qalmayacaq, hər nə sən desin Allah. Orada insan ağlı kulla yaşayır. Bəzi adam bu sözü başa düşmüyor, fikrin bizim bu cozi ağlında bir şey var. Çünkü bu balaca ağlına biz bilmiyoruz ki, yani bir saat bundan sonra, yarım saat, 5 dəqiqə bundan sonra nə olacaq bu aləmdə? Bir dəqiqə, 2 dəqiqə, nə olacaq aləmdə? Adam təbii bir söz danışır, ama yəqini bu aləmdə nə olacaq, sabahımız nə olacaq? Yəni, bu ağl insana, bu cozi, bu kiçik ağlıyla ki, insan diye bu kiçik ağlıyla mən istəyəm, yaşayam ki, bu gündə bəziləri də bu təbiratda zehn təbir edirlər. Bununla insan bir yerə çata bilməz. Çünki xəbəri yoxdur sabah nə olacaq. Hətta gördüyü işlərə də itminanı yoxdur. Aya, doğrudan elə bu işlərim düzdür, məni hədəfimə çatırdacaq. Ağlı insan qəti deməksən hədəfə çatacaqsan. Amma ağlı kul Allah'dır, Peyğəmbərdir. Din onu deyil. Dində nə bəyan olurdu? Ağlı küllüdür. İnsanı istəyir, aparım, ağlı küllə çatırdım. Ağlı küllə çatın, der vaqı, bunun əbd olmaqdır, əbd. Allah, əbd olasan, əbd ilahi olasan. Dağıstan hədsidə də Kəbə nə cür vücuda gəlib? Bu, dedim, sirridir. Nə cür dəhvul ərz varımız, həmin Zilqədənin 26-cı günüdür, dəhvul ərz. Yəni, Kəbənin yerin tapılan günüdür ki, orada duada var, Allahümmə dahiyəl Kəbə. Yəni, Kəbə əvvəl yerdə su imiş, sudan əvvəl nöqtəyi ki, baş qozuyub Kəbədir. O nöqtəyə Allah qoyub, əlin qoyub, mənim evim. Və ibadətgah, məbəd. Məbəd, yəni əslən bu aləm buna xatirdir. Külli aləm o nöqtəyə xatirdir. Külli aləm. Və o nöqtə olmasa ləğvdir aləm. Əbəsdir aləm. O özü bir bəhsidir, dahi, dəhvul ərz. Yəni o gün ki yer viladət tapıldı. Yer hardan viladət tapıldı? Hədis bizə də Kəbədən başlanıbdır. Əvvəl nöqtəyi ki suyun altından baş qozuyub Allah ona deyib mənim evim olsun Kəbədir.